Bu qorxu əslində nədən yaranır? Məlumatsızlıqdan yaranır. Mən də sizi məlumatlandıraram. Hamilə xanımlarımızın ən çox qorxduğu müayinə metodu nədir? Vaginal müayinə. Deyəndə ki, sizə vaginal müayinə edək, deyirsiniz, ay həkim qorxuruq, birdən açılış olar, körpəyə ziyanı olar. Bax, sizin üçün əlimdə bir maket, bir vaginal sensor tutmuşam və indi göstərəcəm bu necə baş verir. Tam təhlükəsiz bir metoddur. Bu qorxu əslində nədən yaranır? Məlumatsızlıqdan yaranır. Mən də sizi məlumatlandıraram. Bu gördüyünüz maketdə uşaqlıq yoluna vaginal sensor ehmalca daxil edilir və bu bizə kifayət edir. Və görüntü ekrana gəlir, biz görürük. Hamiləlik harada yerləşir, zöhrə göstər. Bəli, uşaqlıq boşluğunda görürsünüz nə qədər ara məsafəsi var. Yəni körpə təhlükəsiz bir zonada mayenin içərisindədir. Ona görə də qorxmayın. Bütün dünyada vaginal müayinə hamilələrdə təhlükəsiz və standart müayinə hesab olunur. Əksinə bizə tam dolğun informasiya verir. Dölün ürək döyməsini eşidirik, inkişaf var ya yox onu təyin edirik. Yəni bu vacib bir müayinə metodudur. Yadda saxlayın, sağlam ana, sağlam körpə.